Qardaşım, kim bu dünyaya keyf çəkməyə gəlmək fikrindədirsə ki, gəlib ki, keyf çəksin, bu adam uduzacaq. Peyğəmbərimiz bu dünyanı zindana bənzədir. Dünya müminin zindanıdır. Bu dünyada keyf deyilən bir şey yoxdur. Bu dünyada əbədi səadət deyilən bir şey yoxdur. Burada ancaq xoş gələcəyə ümiddir ki, əbədi həyata. Burada xoşbəxt olarsan bir gün, 2 gün, 3 gün, 5 gün. Sonra o adiləşəcəksən üçün. Daha yaxşısını istəyəcəksən. Daha çoxunu istəyəcəksən, daha böyüyünü. Dünyada sən xoşbəxtçilik axtarma, amma dünyada huzur axtara bilərsən. Ruh böyüdükcə dünyanın xırda problemləri sənin üçün heç. Dünya kiçik qəlblərin arzusudur.